Siyəzən rayonu. Siyəzən. Siyəzən rayonu. Siyəzən rayonundayam. Bura gəlməkdə məqsədim. Burada dağların üstündə 5 barmaq, Xızızində Baba ziyarətgahı deyilən bir yer var. Həmən ziyarətgahıdır yolum. Bu ziyarətgaha da getmək üçün gördüyünüz 5 barmaq dağıdır. O dağın üstündədir. Orada geç çıxmaq üçün baba bu dağların üstünə çıxmalıyam. Baba bu dağların üstündən getməliyəm ora. Xızızində ziyarətgahı, Siyəzən rayonu. İnşallah yolumuz həmən o ziyarətgahadır. Siyəzən rayonu yolumuz davam edir. Yolumuz Xızızində Baba ziyarətgahı. Yolumuz oradır. Biraz çətin yoldur. Ben oraya getmək üçün bax gördüyünüz ağı aşmalıyım. Çətin bir yol olacaq. Düzdür, hava sərindir. Amma qarşıda gördüyünüz dağları aşmalıyım. İnşallah gelip çıxarıq. Yolumuz davam edir. Siyəzən rayonu yolumuz Xızızində Baba ziyarətgahınadır. Qarşıda belə bir sərt padyon var. Çox sərt bir padyondur. Belə padyonların deyəsən çox olacaq. Çünki o dağların üstünə geçib çıxmalıyım. Çox sərt bir padyondur. Yəqin ki, məni yoracaq bu padyon var. Yolumuz devam edir. Böyle bir sert padyon vardı, orada tər qalxdıq. İnşallah qalxsa bir dənə padyonumuz var. Yol tanımıram, yol getməmişəm, amma bunu bilirəm ki, getdiyim yer Siyəzən rayonunda Xızızəndə ziyarətgahı. Bax, o dağın dalındadır. Gördüğünüz kimi o dağın başına çıxmalıyım. Çətin olacaq, hızla şəhərə çıxın. Yolumuz davam edir. Siyəzən rayonu. Bu da Şorlar suyu. Bu da Şorlar suyu kanalıdır. Belə bir kanaldır. Şorlar suyu Bakıya gelir. Yolumda inşallah Xızızında Baba ziyarətgahı var. İnşallah körpünü keçək. Ondan sonra bak şu gördüğünüz dağların üstüne yolumuz devam edir. Yolumuz devam edir. Siyəzən rayonunun dağları. Her yerde padyoma gelir. Bu yolda getməkdə məqsədim
gördüğünüz dağların arxasında Xızırzində baba ziyarətgahı var, yolum oradır. Çox çətin bir yolu var. Ancaq padyoma dişə getməliyim. İnşallah gedib çıxarım. Siyəzən rayonu Beşbarmaq dağı Dövlət Tarixi Mədəniyyət və Təbiət Qoruğu. Beşbarmaq dağına gedirəm orada. Xızırzində baba ziyarətgahı var, yolum oradır. Burada da 5 kilometr göstərir. Yəni 5 kilometr ora getməliyəm. 5 kilometrdə adi vəziyyətdə 1 saatlıq yol. Bax. O gördüyün dağlar aşmaq sonra yəqin ki, hadisə yanaşaqsa 1-2 saat vaxt lazım gələcək. Şimdi çətinlə hər yer padyomla dikdir. İnşallah gedib çıxarıq. Siyəzən rayonu yolumuz davam edir. Yolumuz Xızırzində baba ziyarətgahı. Karşıda gördüğünüz o dumanların arasında olan dağların o yanında Beşbarmaq dağı var orada. Orada da bir ziyarətgah var. Yolumuz oradır. Aşağıda da gördüğünüz Xəzər dənizi. Xəzər dənizi. Siyəzən rayonunun dağları. Siyəzən rayonunun dağları. Yolumuz davam edir. Xızırzində baba ziyarətgahı. Dağların arxasında Boyanqalaq Gündürdə Beşbarmaq dağı var. Orada da Xızırzində baba ziyarətgahı. Yolumuz oradır. Yolumuz davam edir. Siyəzən rayonu. Siyəzən rayonunun dağları. Siyəzən rayonunun dağları, dağların arasında belə bir bulaq. Ayaqdan bəri yol gəlirlər. Hava nə qədər sərin olsa da padyomlardır. Hündürət çıxanda yeni çətindir. Tərləmişəm, biraz yuyunum. Sonra yolum davam edəcək. Xızırzində baba ziyarətgahı. Beşbarmaq dağının yer üstündə. Bu da belə bir bulaq. Yolumuz davam edir. Siyəzən rayonunun dağları. Bu da Beşbarmaq dağı. Burada yazılır ki, Beşbarmaq dağına 3 kilometr yolumuz qalır. 3 kilometrdə adi bir vəziyyətdə yarım saatlıq yoldur. Ancaq bizim yəqin ki, ən aşağısı 1 saat vaxtımız alır. Çünki hər yerdə ağzı padyom, ağzı dikədir. Yolumuz davam edir. Siyəzən rayonunun dağları. Yolumuza Beşbarmaq dağınadır. Çox nəmişlik var. Hava yağış yağsın. Hava da soyur. Yolumuz devam edir Siyəzən rayonu. Karşıda daha bir dik var.
Çox güman ki, bu dağda qalsam, buradan 5 barmaq görsənər. Xeyli vaxt yol gəlmişəm, havada yağışlıdır, çiskinlidir, biraz da soyuqdur. Aşağıda da gördüyünüz Xəzər dənizi. Gördüyünüz dağın üstündə var. Çox bir soyuq hava var. Məndən əmişlikdir. Gəlmişsən yağışda məşinə qalsam yağışda o duman çizdi. Buradakı Nəsibət də suyun içindədir, təmiz. Siyəzən rayonu, bu da gördüyünüz həmən o 5 barmaq. Gördüyünüz kimi zirvəsi görsənmir, dumandır. Duman güclü olsun, 5 barmağın zirvəsi görsənmir. Demək olar ki, çatmışam. Yəni burada yəqin ki, maşını saxlayıb buradan piyada qalxırlar. Həmən o Xızır Zində Baba ziyarətgah var burada. Ora hamı piyada qalır. Yəqin mən də haradasa velosipedi bir yerdə saxlayıb piyada qalxaram ora. Axır ki, gəlib ziyarətgaha çatdıq. Siyəzən rayonu 5 barmaq dağın üstündə. Xızır Zində Baba ziyarətgahı. Belə ziyarətgah var. Piyada dağın üstündə qalmalıyam. Velosipedi saxlamaq aşağıda. Velosipedlə qalxmaq olmaz. Yolumuz devam edir. Belə pləşənlərlə 5 barmaq dağına qalxır. Belə bir hündür pləşəndir. Pləşənlərlə bu 5 barmaq dağın üstə qalxacaq. Orada da Xızır Zində Baba ziyarətgahı deyilən bir ziyarətgah var. Yolumuz oradır. O ziyarətgah mənim Azərbaycanda gəzdiyim, ziyarət elədiyim 47-ci ziyarətgahdır. Demək olar ki, ən çətin yerdə var. Yəni, əziyyət çəkdiyim, əziyyət verən yol. Amma belə ziyarətgahlara getməyə dəyər. Yolumuz davam edir. 5 barmaq dağına doğru pləşənlərlə qalxırıq. Axır ki, gəlib 5 barmaq dağına çatdıq. Burada gördüğünüz 5 barmaq dağıdır. Orada da ziyarətgah var. Xızır Zində Baba ziyarətgahı. Siyəzən rayonu 5 barmaq dağı. Qədimi bir qala.
O da 5 parmaq dağı. Var. Pləkan var, yuxarı qalmaq üçün. İnşallah qalmaq istəyirəm. Siyəzən rayonu 5 parmaq dağı. Siyəzən 5 parmaq. Beş parmaq dağı. Beş parmaq dağı. Beş parmaq dağının lap zirvəsindəyim. Beş parmaq dağı. Kökler geriye kaysın. Ona çok güzel geliyor. Kökler geriye kaysın. Beş parmaq dağının zirvəsi. Yemeğe yeri düz orada değil. Görürsen Aşağıda ama kalınmamız orada. o yapamam ben neresi kadar anayım. Aslında o yapamam yani. Bana bakın da çok da yapamam. Ayas satıda ya. Oradan devam et. Vermem ben geçet seçtim. Vermem ben geçet seçtim. Burada böyle bir yer var. Deyilənə görə buradan hərdən su gəlir. Elə bir şey ağlayır dağ. Hal-hazırda burada mən su görmürəm. Ancaq gördüyünüz kimi çığır açıb su.
Bu ziyarətgahı da yad elədik. Xızır Zində Baba ziyarətgahı 5 barmaq dağının üstündə Siyəzən rayonu. Çox çətin bir yerdədir. Ziyarət eləmək olar, gəlmək olar. Məsləhətdir, gəlin, ziyarətinizi eləyin. Xızır Zində Baba ziyarətgahı 5 barmaq. İsmail Gəndub Lahaç yolu. İsmail rayonunun Gəndub Lahaca gedən yolu. İsmail rayonu gözəl bir mənzərə. İsmail rayonu meşələri, dağları. Bu yolda deməli Gəndub Lahaç yolu. Yolumuz davam edir. İsmail rayonu Gəndub Lahaç yolu. İsmail rayonun meşələri. Bura kimi isti idi. Burada biraz hava sərinlədi. Ona görə ki meşənin içindən gedirəm. İsmail rayonu. İsmail rayonu Gəndub Lahaç yolu. İsmail rayonu meşələri. Çox gözəl bir yerdir. Azərbaycanın demək olar ki, bütün meşələrini gəzmişəm. Amma birinci dəfədir belə bir gözəl yer görürəm. İsmail rayonu. İsmail rayonu. İsmail rayonunun gözəl bir təbiəti, meşələri. İsmail rayonunun Gəndub Lahaç kəndlərinə gedən yolu. Hava çox istidir. Bu meşəyə kimi onu hiss edirdim, isti olmağım. İndi demək olar sərinlikdir. Yəni istilik hiss eləmirəm. İsmail rayonu. İsmail rayonun meşələri. Gəndub Lahaç yolu.
İsmail rayonu. İsmail rayonu. Güzel bir mənzərə. İsmailli, Gəndov, Ağac yolu. İsmailli rayonu. İsmailli rayonu. İsmailli rayonu. İsmailli rayonu. Gəndov, Ağac yolu. O da kanat. Sahil üstünden keçən kanat. İsmailli rayonu. İsmailli rayonu. İsmailli rayonu. Burada yukarıda dağın üstünde ziyarətgah var, orada gedirəm. Orada düzdür, velosipedi çıxarda bilməyəcəm, bu zıqırla qalxmalıyam ora. Velosiped aşağıda saxladıq. Yuxarıda bir ziyarətgah var. Yolum oradır. Zıqırlarla o ziyarətgaha qalxırıq. Ziyarətgahın adını bilmirəm. Daha doğrusu bilirdim, yadımdan çıxıb. Onu bilirəm ki,
Yaxınlıqda yerləşən kanalı Gəndovdur. Futbola Gəndova yaxın bir yerdədir. Sərt çığırlarla yuxarı qalxırıq. Bu da həmin ziyarətgah. İri daşlardır. Buradan da yol var imiş, şəsə yol buradan idi. Sadəcə mən bilmədim deyə o yandan qalxdım. Bu da ziyarətgah. Bu ziyarətgahı da yad elədik. Allah ziyarətlərimizi qəbul eləsin. İsmail rayonu. İsmail rayonunun Gəndov kəndi. Gəndov, İsmail rayonu. İsmail rayonunun Gəndov kəndi. İsmailli Orada bir şəlalə var, yolum orada dağ şəlaləsidir. Resibət gedası yol deyil, ona görə resibət aşağıda qoydu. İsmailli rayonunda belə bir yer var kəndində. Dağ şəlaləsi deyirlər. Şəlalə olmalı qabaqda. Resibeti götürə bilmədim çünki resibetlik olduğu hər yerdə sahib etməlidir. İsmailli Lahaç yolunda belə bir mekanın içində yerləşir. Deyilənə görə qabaqda bir şəlalə olmalıdır. Ora gedirəm, amma bilmirəm. Tapa biləcəm, tapa bilməyəcəm. Geçmək lazımdır, buradan keçə bilmədim. Təəssüflər olsun ki, resibeti buraya gətirə bilmədim. Bu yol resibetinə getmək olmaz. Hələlik şəlalədən bir əsərləmək yox.
Xeyr yol gəldim. Şağaylarını görürüm. Burada da belə bir yer var. Ola bütün arkadaşlar da buradan atılmışsınlar. Biraz da qabağa gideceğim. Baxmadan görürüm. İsmailli rayonunda belə bir yer var Meşəmsində. Qax şəlaləsi deyirlər. Şəlalə olmalı qabaqda. Velosipedi götürə bilmədim çünki velosipedlik olur, hər yerdə sahib etməlisən. İsmailli Lahat yolunda belə bir meşənin yerdir. Deyilənə görə qabaqda bir şəlalə olmalıdır. Ora gedirəm, amma bilmirəm. Tapa biləcəm, tapa bilməyəcəm. Geçmek lazımdır, buradan kesebilmedim. Təəssüflər olsun ki, velosipedi buraya yatıra bilmədim. Bu yol velosipedine getmək olmaz. Hələlik şəlalədən bir əsərləmək yox. Xeyr yol gəldim. Şağaylarını görürüm. Burada da belə bir yer var. Ola bütün arkadaşlar da buradan atılmışsınlar. Biraz da qabağa gideceğim. Baxmadan görürüm. Yolumuz devam edir. Şəlalə axtarışında. Deyilənə görə buralarda bir şəlalə olmalıdır, onu axtardım. Böyle bir şey var. Bilmirəm inşallah buna deyirlər, yoxsa başqası da var. Hələ bundan başqa hələ mən şəlalə görmürəm. Biraz da qabağa görək olasın var. Yoxsa işlədik yeri var. Axır ki gəlib şəlaləni tapdıq. Bu da bizim şəlaləmiz, adı da Dağ şəlaləsidir. İsmailli Lahat yolunun üstündə yerləşir. Kəndok kəndinə çatmamış, sola meşənin içindən gəlirsən, çay boyu. Gəlib elə bir şəlaləyə çıxırsan. Dağ şəlaləsi, İsmailli rayonu. İsmailli rayonun meşələri, çayları. İsmailli rayonun Kəndok kəndi.
Güzel bir serinlik var. Sakitçilik. Biraz da yoğunduk suda. Burada yolumuz devam ediyor. Təəssüflər ki, buralara velosipedi gətirə bilmədim. Velosipedi aşağıda yolda saxladım. Bura velosipedlə girmək olmaz. İsmail rayonunun Qaratala kəndi. İsmail rayonu Qaratala kəndi.